Burada insanın yemək ehtiyacı, görürsən ki, səyahətdə insanlar oturur və müxtəlif restoranlarda bəzən deyək ki, gülməli çıxır insana ki, evdə oturub mətbəxdə hazırlayıb içdiyi kofeni insan götürür, gedir təbiətin qoynunda bir axar çayın kənarında orada içir. Bəzən yaşlılardan mən belə bir zarafatda eşidirəm ki, deyirlər ki, bəs o çayı evdə də içə bilərsən, götürürsən, gelsən. Orada nə ehtiyac var, nəyə ehtiyac var ki, insan gedir. Bu artıq qeyri-maddi söhbət gedir burada. Baxın, bu söhbəti bura gətirmək istəyirəm ki, insan öz vücudunun qeyri-maddi hissəsini kəşf edir. Yəni, mən əgər tək bədəndən ibarətəmsə, yemək, komfort zona, məkan, yaşayış, geyim, bunlardan başqa insanın bir şeyə ehtiyacı yoxdur. Amma insanın ruhu böyüklüyə can atır, görməyə can atır və səyahət bu kompleks detalları bir yerə toplasaq, bu komponentləri, ayrı-ayrı komponentləri bir yerə toplasaq, məsələn, otel, qaldığın yer, yemək və s. Getdiyin o səyahət proqramı təşkil edir, bu günləri dağa gedəcəyik, sabah dənizə, o bir gün çaya, o bir gün şəlaləyə. Bu komponentlər toplandıqda buna deyirlər səyahət. Və bu toplandıqdan sonra bir maddi olmayan bir anlayış ortaya çıxır səyahət və insan öz bədən mülkünün hansı cəhətini vidalandırır, hansı cəhəti tətmin edir, doyurur bu səyahətlə. Təbii ki, burada maddi yönlərdən söhbət getmir. Artıq biz bunu görürük ki, insan öz ruhunu doyurur, insanın ruhu dincəlir. Cisim istirahat etmək üçün müəyyən qədər proteinli qidalar, ev şəraiti, mətbəx, istirahət otağı kifayətdir. Düzdür ya yox? Deməli, səyahət elə bir mənəvi qidadır ki, insan bədəninin maddi cəhətini doyurmur, insanın qarnını doyurmur, insanın ruhunu istirahata aparır. Səyahət həzzi olaraq mən bunu adlandırmışam.